İran üzrə yeganə danışan dil Pezeşkiyan idi, uyumlu dil, islahatçı dil idi və onun türk vurğusu, türk dilində danışması, İranda hakim elitada təmsil olunan sefatda güc və dini hakimiyyətdə olan farsların həm də bu gücləri əslində nəzarətdə olan güc kimi paylaşmaq və biraz o narazı kəsimi həm də İran prezidenti ətrafında konsolidasiya eləmək naminə göz yumduğu bəzi addımlar var idi. Amma İranın daxili siyasi mühitindən, o cümlədən təbiətindən irəli gələn dini radikalizm və sərt dövlət siyasəti, sərt gücə üstünlük vermə spesifikası heç vaxt dəyişmir. O bundan imtina eləsə, o cümlədən totalitar və radikal şəkildə dini idarəetmə üsulundan imtina eləmiş olsa, onda öz mahiyyətini inkar eləmiş olacaq və onu hakimiyyətdə saxlayan əsaslardan imtina eləmiş olacaq. 12 günlük savaşdan sonra artıq biraz İranın radikal kəsimi ilə yanaşı digər kəsimlər də bu bombalamanın etkisinə məruz qaldılar və məcburiyyətdən İran hakimiyyəti ətrafında təkrar birləşməyə başladılar. Təbii burada ikili inşaat istiqamətini biz görə bilərik. Həm İranın dini hakimiyyəti, həm də əslində səlahiyyətləri olmayan prezident hakimiyyəti. Prezident hakimiyyəti ətrafında bəlli bir narazı kütlənin cəmləşməsi də müşahidə olunurdu. Ta o vaxta qədər ki, indi İran hakimiyyətinin əsas aparıcı ritorikası ali dini rəhbər tərəfindən elan olunub, həyata keçirilməsi müəyyən olunursa, burada seçim eləmək məsələsi meydana çıxır və deyilir dilemma artıq burada başa çatır o məşhur divarlar bitir ifadəsində neyinidir? Pezeşkiyanın BMT səfər baş məclisdə çıxış eləməsi, müəyyən dərəcədə əməkdaşlıq imkanlarına dair ipuçları verir əslində, bəlkə belə olma ehtimal da yüksək idi. Amma siz də gördünüz ki, xüsusilə də Böyük Britaniyanın, Fransanın, o cümlədən Almaniyanın başlatdığı 2015-ci il sazişlərinə geri dönmə məsələsi ki meydana çıxdı və bu göstərdi ki, əslində İran özünün nüvə ilə bağlı, saflaşdırma proseslərindən bağlı əslində geri durmuş, qərb indiki vəziyyətdə daha artıq İranın nəyi qəbul edib etməsi məntiqinə deyil də İsrailin baxışları üzərindən və Birləşmiş Ştatlar bir növ bu bölgədə dizaynla bağlı bütün prosesləri İsrailə həvalə etmişkən tam elə bu mərhələdə İranın cəzalandırılmasını geri dönməz olduğu qənaətinə vardılar. Həm də söhbət ondan gedir ki, İranı iqtisadi baxımdan ciddi şəkildə sarsıtmaq mümkün oldu. İndi prosesləri dayandırmaq və məntiqlə indiki mərhələdə onu məğlub eləmək həqiqəti çox yaxındırsa, məhz bu prosesi indi bitirmək onlar üçün daha məntiqli görünür. Burada bir neçə faktor var. Rusiya ilə davam edən Ukrayna müharibəsi kontekstində kənardan İran Rusiyanın müttəfiqi kimi görünür. Amma Qafqaz uğrunda da savaşırlar. BRICS üzərindən və Şanxay əməkdaşlıq prizmasından baxdıqda Çin-İran əməkdaşlığı kimi bu nöqtə görünür. Və xüsusilə Şanxaydakı görüş ardınca ötən həftə BMT Baş Assambleyasının 80-ci sessiyasının görüşü bu bir növ tamamən performans əzələ nümayişinə çevrildi və dünyanın iki qütbünün, yəni öncə Çin, Avrasiya, şərq mənşəli güclərin bir ansamblının performansı idisə, ona cavab kimi BMT-də keçirilən tədbir çıxış rol oynadı və təkrar Anglo-Sakson qərb dəyərlərinin dünyada aparıcı güc olma faktorunu ön plana çəkdi. Baxın, dünyanın ikili, üçlü, dörtlü raundunda rol oynayan dövlətləri seçim məsələsi qarşısında qoydular. Dini mi seçəcəklər? Yoxsa Birləşmiş Ştatlar mərkəzli dünyanı mı seçəcəklər? Amma bir həqiqət dəqiqdir ki, əvvəlki kimi tək polyalı, tək qütblü dünya da yoxdur. Amma mövcud olan iki qütblü dünya da yox əslində. Polyar qütblü var. Yəni, bir neçə güc mərkəzi artıq formalaşır. Belə bir məqamda yenidən adekvat, bəlkə proaktiv sözünü işlədək. Birləşmiş Ştatlar və onun müttəfiqləri artıq o vizyonu tuta bildilər ki, BRICS-də ya Şanxay ətrafında toplaşmada hansı aktorlar aparıcı rola malik olacaq. Yəni, bir Şimali Koreya modelini İran üçün şans olaraq tanımaq niyyətində deyirlər. Çünki ona bu imkanı, bu şəraiti yaratılır, nüvə silah əldə elədi və nüvə dövlətinə çevrildi. Nəticədə çəkindirmə gücü ilə artıq məsələn Çin Şimali Koreyaya qarşı hərbi əməliyyatlar apara bilər ki, bu məntiqlə qiymətləndirəndə İrana belə bir şansı verməyəcəklər. Bir, ikincisi,
İqtisadiyyat həqiqətən də İranda adekvat deyil, cavab verə bilmir və çökür. Üçüncüsü, indi gündəmə gələn İran əleyhinə sanksiyaların ana hədəfi İranın kölgə iqtisadiyyatını vurmaqdır. Bəlli bir kölgə iqtisadiyyatını İranda, Rusiyada müharibədən sonra qura bildilər. Yəni çirkli pullarla. Kifayət qədər də pul var. Kifayət qədər bankda tapmaq, ölkədə tapmaq mümkündür ki, onları yumaq mümkün olsun. Yəni, gələ bildilər o sanksiyaları, amma kölgə iqtisadiyyatını hədəfə almaq artıq həqiqətən də bu son şansdır, son imkandır. Və nə dərəcədə, nə qədər İran bundan uğurlu çıxa bilər, hələ o sual altındadır. Və burada ən önəmli nöqtə. Bütün bu proseslər həm də Qəzza zolağında baş verənlərlə paralel aparılır. Qəzza zolağında Birləşmiş Ştatların düşündüyü bir modelin icrasına, məsələn, bir an axşam açıqladılar. Birləşmiş Ştatlar hegemoniyasında o bölgə üçün bir biznes territorial ərazi yaradılacaq. Buna da dərhal bir çox müsəlman ölkəsi onay verdi, razılıqlarını ifadə edilər. Bunların içərisində bir tək İran yox idi. Və bu növbəti bölgədə dizayn məsələsini ön plana gətirdi və biz təkrar qayıdırıq 12 günlük müharibəyə. 12 günlük müharibə İran və İsrail arasında problemləri çözmədi. Amma böyük ölçüdə regionda İranın maraqları və təsir coğrafiyasını daha çox itməsinə şərait yaratdı. Məsələn, biz onu qiymətləndirsək ki, artıq dəfələr bunu qiymətləndiririk. Son 2 ay ərzində sadəcə Cənubi Qafqaz zonasında İran və Rusiyanın mövqeləri o həddə zəiflədi ki, o güc boşluğu zonasında Birləşmiş Ştatların asanlıqla daxil olma prosesini biz yaşadıq. Həm baxın prezidentlərin avqust görüşlərinə, həm baxaq indi Amerika Birləşmiş Ştatlarında keçirilən görüşlərə. Yəni, qlobal güc toxunmasında Cənubi Qafqazda dəngələr dəyişdi. Bunlar da öz yerində. Amma biz qayıdırıq sualının o əsas ana istiqamətinə. Qəzza üzərindən bölgədə İran yönlü proksi qüvvələrin sıradan çıxarılması prosesi davam edir. Qəzza ilə paralel o bölgədə əsas həllini tapacaq məsələ qlobal kommunikasiyaların keçdiyi Ədən körfəzi zonasıdır. Yəni, bu sual aydınlıq gəlməlidir ki, bu ərəb ölkələr, onların müvəkkili və vəhşili deyək də elə Birləşmiş Ştatlardır və o bölgədə biraz da onların təhlükəsizliyini haradasa İsrail də qarant verir daxil. Amma şiələrin Husilər tərəfindən idarə olunan Yəmən hissəsini apardığı siyasət və oynadığı rol o bölgədə qərbə çox ciddi zərbələr vurur. Və bunun arxasında İranın dayanması faktoru nəzərdən qaçmayacaq şəkildə İranın qüvvələrini zərərsizləşdirməsi məsələsini zəruri eləyir. Deməli, bax, bu prosesin o istiqamətinə çatmışıq. Həm Yəməndə İran faktoru ortadan qaldırılmalıdır, həm Həmas üzərindən baxdıqda yaxın şərqdə varlığına ikinci periyodda zərbəli endirilməlidir və üçüncü məsələ, ümumi baxdıqda qərb ölkələri növbət dəfə Amerikanın çətiri altında daha sıx birləşdilər, qorxurlar, çünki Rusiyanın artan təhlükəsi təhdidi qarşısında alternativ gücləri yoxdur, adekvat reaksiya bilmirlər. O baxımdan Birləşmiş Ştatların bölgə üçün yenidən dizayn olunan siyasətinə dəstək vermə məcburiyyətində qaldılar.